Yayda bu sinir sistemi problemlərinə daha çox rast gəlinir. Yay aylarında yüksək temperatur və həyat tərzindəki dəyişikliklər bəzi sinir sistemi xəstəliklərinin yaranmasına və ya mövcud problemlərin kəskinləşməsinə səbəb olur. Bu barədə nevroloq Sevinç Mustafayeva məlumat verib. O təsiri var ki, yəni vitamin D çatmamazlığı olan insanlarda düzdür bizi günəşli respublikayıq, amma çox xəstələrdə indi vitamin D aşağıdır və bizim olan günün şüası o vitamin D-ni bərpa eləmir. Ona görə çox xəstələr deyir ki, doktor, yay ayıdır, bəlkə mən vitamin D qəbul eləməyim. O düzgün deyil və tərləmələr, istəsəz də, istəməsəz də bu olur və xəstə yox, heç bir sağlam bir insan da hava istəyir. Çox zaman belə soyuq dəymənin nəticəsində bir sıra nevroloji xəstəliklər əmələ gəlir. Lap boyun ağrıları, boyun radikulitləri, servikalgiya deyirik, boyun radikulitləri deyirik, bel ağrıları. Yəni bunlar adətən elə bu nevritlərin özü soyuq dəymə ilə əlaqədar olan sinir sisteminin zədələnməsidir. Sevinç Mustafayeva D vitamini çatışmazlığı ilə bağlı geniş yayılmış yanlış təsəvvürə də aydınlıq gətirib. Onun sözlərinə görə D vitamini çatışmazlığı olan insanların yalnız günəş altında gəzməklə bu problemi aradan qaldıra bilməz. Həkim vurğulayıb ki, D vitamini səviyyəsi laborator müayinələrlə qiymətləndirilməli, çatışmazlıq təsdiqləndiyi halda isə həkim təyinatı əsasında medikamentoz müalicədən istifadə olunmalıdır. Mütəxəssis yay aylarında kifayət qədər maye qəbul etməyi, günün ən isti saatlarında açıq havada uzun müddət qalmamağı və nevroloji əlamətlər müşahidə olunduqda vaxt itirmədən həkimə müraciət etməyi tövsiyə edib.